dünya yuxusundan oyanağın. Bu dünya qayğısını çəkdi, bəsdir. Bu həyatda hər şey bizim üçün edən Rəbbimizdir, İsa'dır. Və bugün biz nə edirik? Bu dünya qayğıları elə elin ki, bizi boğmasın. Şeytan istifadə edir bu dünya qayğıları vasitəsilə bizi Rəbbin huzurundan, Rəbbin kəlamından ayırır. Nə üçün Marta? Fikir verin. Rəbb İsa Məsih Lazarı ölülərdən dirildən zaman Məryəm şübhə etmədi. Məryəm demədi İsa'ya ki, amma Marta dediyə fikir verin. Rəbb Lazarı çarpmaq istəyəndə qəbirdən, ölülərdən dirildəndə Rəbb ki, deyir ki, daşı götürün. Onda Məryəm yaxınlaşmır Rəbbə. Marta yaxınlaşır. Bizim Marta nə deyir? Deyir, ya Rəbb, 4 gündür ki, o ölüb. Yəni, sən neynirsən? Onu dirildədəysən. Fikir verin, nə üçün Martanı şübhə bürürdü sizcə? Çünki o qayğı çəkirdi. Amma Məryəm demədi. Çünki Məryəm həmişə Rəbbin ayağının yanında idi. Onun sözlərini eşidirdi. Bugün də səni şübhə bürürsə, bil, sən dünya qayğısı çəkirsən. Rəbbin ayağının yanında oturmursan. Rəbbin ayağının yanında oturmaq nədir? Bax, bu kəlamdır. Kəlam oxu. Əgər sən vaxtını ayırırsansa, kəlam oxuyursansa, demək sən Rəbbin ayağının altındasan. Demək sən Rəbbin ağzından çıxan sözlər hamısı burada yazılıb.